Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Bugün sizinle hem sade, hem sərfəli, hem de ki çok dadlı keks resepti paylaşırım. Buyurun başlayaq. Qabın içərisinə 2 ədəd yumurta, 1 stəkan şəkər tozu töküb rəngi ağarıb açılana qədər qarışdırıram. Bir stəkan qatıq və ya kefir, yarım stəkandan biraz artıq duru yağ töküb qarışdırıram. 2 stəkan un, 1 ədəd qabartma tozu, zövqə görə vanil əlavə edib qarışdırıram, topaq qalmayacaq şəkildə. Artıq xəmir hazırdır. Mən silikon keks qablarından istifadə etdim. İçərisinə keks şağızlarından qoymuşam. İçərisinə 1 xörək qaşığı yarım xəmirdən tökürəm. Üzərinə zövqə görə şokolad parçacıqları töküb 180 dərəcə qızdırdığım sobada qoyuram bişməyə. Artıq kekslər pişdi, hazırdır. Silikon qablardan çıxardıb soymağını gözləyirəm. Gördüyünüz kimi çox rahat bir şəkildə kağızdan ayrılır. Çox yumşaq, çox dadlı kekslər alındı. Sınayın, əminəm siz də çox bəyənəcəksiniz. Bugünlük də məndən bu qədər olsun değerli izləyicilər. Kanalıma dəstək olmağı unutmayın. Fikirlərinizi, suallarınızı şərhlər bölməsində gözləyəcəm. Gələcək videolarda görüşmək üzrə inşallah. Allah'a emanet qalın. Sağ olun, sağlıqla qalın.